Herkese salam. Bugün sahur üçün asanlıkla hazırlayabileceğiniz çok tatlı, doyumlu, praktik yemek reseptini bölüşürəm. 3 ədəd iri kartofun qabığını soyub sürtkəcdən keçirək. Şərt deyil ki, məhz bu cür kəsən olsun. Adi sürtkəcdən də istifadə etmək olar. Nişastası axsın deyə üzərinə soyuq su əlavə edib 2-3 dəqiqə suda gözlədək. Bu arada yuyulmuş yarım dəstə cəfərini yeməyə su salmasın deyə kağız dəsmalla qurulayıb doğrayırıq. Üzərinə 3 ədəd yumurta, yarım çay qaşığı duz, istəyə görə qara istiot və şirin toz qırmızı bibər əlavə edib qarışdıraq. Suda gözlətdiyimiz kartofu kağız dəsmalla yaxşı-yaxşı qurulamaq lazımdır ki, həm nişasta qalığı təmizlənsin, həm də yeməyə su salmasın. Quruladığımız kartofu digər ərzaqların üzərinə əlavə edib qarışdırırıq. Son olaraq bir dolu yemək qaşığı un əlavə edirik. Tavaya duru yağ əlavə edib qızdırırıq. Hazırladığımız qarışığın yarısını əlavə edib bərabər şəkildə yayırıq. Ocağın sürəti və moddadır. İstəyə görə 100 qram az duzlu ağ inək pendirini dilimləyib ortasına yerləşdirək. Mən 50 qram Holland pendirdə istifadə etdim. Qalan qarışığı da üzərinə əlavə edib yayırıq. Qapağı bağlı, altı qızarana dək bişiririk. Ardından tərs çevirib tavaya biraz daha duru yağ əlavə edib digər tərəfində qızardırıq. Bu qədər. Yeməyimiz hazırdır. Börək ləzzətində çox dadlı, tox tutan yeməkdir. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Allah tutduğunuz orucları qəbul etsin. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.